Salam dostlar, hər birinizi xoş gördük. Bugün sizinlə birlikdə keçirilmiş ümumi sınaq imtahanı, Master Alfa Tədris Mərkəzində keçirilmiş ümumi sınaq imtahanının ingilis dilinə olan suallarının izahına baxırıq. Gəlin vaxt itirmədən ilə keçid alaq izaha. Birinci dostlar, başlayırıq mətndən. Mətn əslində o qədər də böyük bir mətn deyil, sadəcə sualları bir balaca sizləri yorub bu birinci mətnin. Gəlin baxaq uşaqlar. Mən dediyim kimi həmişə məsləhət görürəm mətni bir dəfə oxuyun, daha sonra suallara keçid edin. İndi gəlin başlayaq 6.1-dən. Sınağa gəlməyənlərdə zəhmət olmasa, deməli, buradan belə mətnə baxsınlar, dayandırıb oxusunlar, sonra suallara cavablandırsınlar, sonra mənim izahıma baxsınlar. Belə. Baxaq 6.1-ə uşaqlar. 6.1-də ümumiyyətlə burada söhbət nədən gedir? Yəni diqqətli olsaz, əslində belə deyək də bu istiləşmənin hansı ki dəniz səviyyəsinin 0.32 mm qalxmasına gətirib çıxaracağını deyir. Və burada belə bir informasiya var, görə bilirsiniz rəqəmi. Amma uşaqlar, mətnin sonuncu cümləsinə baxsaz, burada yazıb ki 0.32 mm-in əvəzinə rather than nə deməkdir? Instead of. Yəni, əvəzinə formasında istifadə olunur. Bu bir növ sinonimidir bu sözün, baxın. Və deyir 0.32 əvəzinə nə qədər qalxır səviyyə? Dəniz səviyyəsi 0.53. Deməli, avtomatik mənim bu sualım nə olur? False olur. Təbii ki, baxıma bir dənə bu rather than sözünü bilmək mənə necə kömək elədi. O baxımdan mətnlərdə sözləri bilmək həqiqətən də çox vacib məsələdir. Ona görə də 6.1-i mən götürürəm false. Sonra 6.2-yə baxaq uşaqlar. Yazıb ki, qlobal istiləşmə belə deyək də əriyən buz mənbələrindən, yəni ki, buz mənbələrinin əriməsi ilə suya əlavə nə verir? Yüksəliş verir. Bu da, indi baxaq görə mətnə görə düzdürmü, yoxsa səhvdirmi? Uşaqlar, deməli, bunu mən sizə indi mətndə göstərəm, diqqətli olun. Baxın, burada yazılıb ki, dənizin səviyyəsinin qalxmasına nə gətirib çıxardır? Əslində, 2 dənə nüans var burada. Bir, belə deyək də, termal genişlənmə nəticəsində suyun genişlənməsidir. Bir də bu buzlaqların əriməsi ilə suyun səviyyəsinin qalxması. Deməli, məndə deyil 6.2-də nə deyir? Deyir, buz əriyir, suyun səviyyəsi qalxır. Demək, bunu da turu götürə bilərəmmi? Bəli, götürmək olar. Deməli, burada nə deyir bizə? Burada qeyd edir ki, iqlim dəyişikliyini anlamaq, uşaqlar, demək, iqlim dəyişikliyini anlamaq üçün it is necessary, vacibdir. Nə vacibdir? Dəniz səviyyəsinin qalxmasına dəstək olan bütün faktorların rolunu nəzərə almaq. Bu əslində doğruya bənzir. Gəlin mətnə baxaq. Baxın uşaqlar, o cümləni tapdım, sizə qeyd edəcəm burada. Diqqətli olun. Ona görə də bunu biz turu götürə bilərik. 6.4-ə baxaq. Deməli, dostlar, burada nə demək istəyir? Deyir ki, böyük bir məruzə, massiv nə deməkdir? Böyük. Reportda məruzədir. Böyük bir məruzə, hansı ki, IPCC tərəfindən nəşr edilmişdir. Bu sözümüz nəşr eləməkdir. Belə deyək, Britaniya jurnalı olan Nature-da çapdan çıxmışdı. Amma bir məsələ var, uşaqlar, bura gəlin, baxın. Burada həmin o jurnalda çapdan çıxmasını demir. Sadəcə olaraq bu jurnal, deyir ki, həmçinin belə deyək də, bu böyük məruzənin yaranmasında və yaxud da düzəlməsində bir düzəldici rol oynayıb, aydındır. Yəni, amma bu gedib həmin jurnalda bunlar, bu massiv reportu, yəni ki, hesabatı orada çap elətdirməyiblər. Mətin mənə bunu demir, aydındırmı? Ona görə bu isə false olacaq artıq bizdə.
false götürdüm. 7 uşaqlar. 7 burada demək istəyir bizə. Deyir ki, cümləni tamamla. Discomfort sözü uşaqlar, belə deyək də, uyğunsuzluq mənasında götürək bunu. Deyir ki, temperaturun qalxması nəticələri barədə bir uyğunsuzluq var. Nə ilə nəyin arasında? Burada da 2 dənə proses var. Elə deyək, biri IPCC-nin məhsul reportu idi, biri də ki, bu alim tərəfindən həyata keçirilən deməli tədqiqat. Bax, görə bilirsiniz, burada da verib. Bu ikisi arasında bir deməli şey var idi, uyumsuzluq var idi. Ona görə də mən variantda onu götürməliyəm. O ikisi harda qeyd olunub? C variantında. Sonra 8-ə gəldim uşaqlar. Deməli, burada bizdən deməli, bu ifadənin bir növ mənasını soruşur uşaqlar. Perplexing sözü ümumiyyətlə, deməli dostlar, bu sözün mənası bizdə gedir baş qarışdırıcı, confusing deyə bilərik. Yəni, belə deyək də, baş qarışdırıcı bir fərq. Qəp əslində boşluqdur uşaqlar, amma bunun fərq mənası da ola bilər, difference-lə götürmək olar. Yəni, baş qarışdırıcı, sonra belə deyək, ümumi şəkildə şaşırdan bir məsələn üçün fərq kimi qələmə vermək olur. O baxımdan B-ni götürə bilərik. İki digərləri artıq belə deyək də uyğun gəlmir. Noticeable gözə görünən deməkdir. C-də deyir məsələn fərqləndirici, amma biz deyirik baş qarışdıran. D-də iti məsələn söhbət sharp nə deməkdir? İti deməkdir. Bax bu formada. O baxımdan ən yaxşı halda elə B-ni götürmək olar. Sonra baxaq 4-cü suala. Daha doğrusu 9-cu sual, burada səhv olub 4. Deyir ki, suala cavab verin. Burada uşaqlar deyir ki, bu belə deyək də tədqiqatın iqlim dəyişini başa düşməkdə rolu nədir? Baxaq mətnə. Deməli, uşaqlar, mətndə diqqətli olun. Bax, bu hissəyə zəhmət olmasa nəzər yetirin. Baxın, burada həmin o deməli, ad qeyd olunub. Altı xətləyəcəm sizin üçün. Burada yazıb ki, belə deyək də, nə eləyib? İlk dəfə deməli, modellərlə, hansı ki, computer-based modellərdən söhbət gedir, həmin modellərlə bu alimin topladığı, belə deyək də, hansı ki, bu data var idi, onu müşahidə olunmuş datanı nə eləyib? Uzlaşdırıb, reconcile uzlaşdırmaq, bir araya gətirməkdir. O baxımdan bunun deməli, rolu nə olub desək, deyə bilərik ki, alimin fikirləri ilə, datası ilə kompüter modellərini deməli uzlaşdırıb. O baxımdan mən götürərəm burada, baxaq, ən yaxşı halda yeni uşaqlar, baxın. 10-cu sual, deməli, bizdədir ki, mətnə əsasən hansı sualın cavabları var. İndi baxaq uşaqlar, görək hansı sualların cavabı ola bilər. Məsələn, dostlar, bir də deyir ki, hansı adanın milləti dəniz səviyyəsinin qalxması ilə batacaq. Bu sözün mənası batmaq deməkdir. Yəni, belə deyək də, bir növ suyun altında qalmaq kimi. Buna bağlı məlumat var idi mi? Yoxdur. Hansı adanın milləti batacaq dəniz səviyyəsi qalxanda? Bu gedir. Sonra 2-də məsələn bizə nə deyir? Which, hansı faktor belə deyək də, gələcək temperatur qalxmalarını proqnoz verməklə bağlı vacib rol oynayır. Burada elə bir faktor bizə verməyib mətndə. Yəni ki, hansı faktor böyük bir rol oynayır? Bu verilmədiyinə görə 2-ni də buradan deməli çıxa bilərəm. Sonra 3-də ümumiyyətlə say istəyir. Nə qədər iqlim demək tədqiqatçıları belə deyək də proqnoz verir iqlimin bu temperaturun qalxmasını. Bunun da sayı yoxdur. Avtomatik uşaqlar bizdə qalacaq 4 və 5 doğru cavab kimi. 4-də deyir ki, dənizin suyun qalxması da belə genişlənməsi nəyin səbəbi nədir? Onu dedik bayaq. 2 dənə səbəb var idi burada. İzahını ən əvvəlində qeyd elədik. Baxın. Bir də 5-də nə deyir bizə görək? 5-də deyir ki,
what serves nə xidmət elədi də belə deyək IPCC tərəfindən nəşr olunan bu massiv, yəni ki, iri reportun düzəldicisi kimi, yəni ona nə kömək elədi? O da ki, uşaqlar bu jurnal idi. Mətndə onu da bizə verib. Və bu hissədə demək onun da cavabı var. Belə. Birinci mətni yekunlaşdırdıq. Gəlin keçid eləyək ikinci mətnə. Deməli, uşaqlar, 11.1-də deyir ki, neft, petrol, deməli, həm maye kimi tapıla bilər, həm də bərk formada tapıla bilər. O mətndə, baxın, bu hissədə diqqətli olun. Baxın, burada həm görürsünüz, maye kimi biz onu əldə edə bilərik, həm də ki, solid formda var, onu solid formasında da tapmaq olar. Ona görə 11.1-i true olaraq qəbul elədik. Sonra yazıb ki, burada hər kəs bu nefti maddə olaraq görüb. Since burada çünki deməkdir, biz hər gün onu istifadə edirik. Uşaqlar, amma mətndə belə bir yer var ki, baxmayaraq ki, biz geniş çeşiddən istifadə edirik, həmin o petroldan düzələn məhsulların geniş çeşidindən istifadə edirik. Az insan, az bir qisim nə eləyib? Onun özünü bir maddə kimi görüblər. Aydındır. Yəni, ona görə hər kəs görüb demək olmaz. Bu false-dur bizdə. Sonra baxaq 11.3-ə. Yazıb ki, 1800-cü ildən əvvəl insanlar petrol haqqında qətiyyən bilmirdilər. Ədol qətiyyən deməkdir. Çünki, deməli, kerosin lampası ixtira edilməmişdi. Gəlin, baxaq. Uşaqlar, amma burada axırıncı abzasda tamam başqa verib. Yazıb, az insan, belə deyək də, onun dəyərini 1800-cü ilə qədər bilirdi. 1800-ə qədər demir, tanımırdılar. Baxın, deyib, az insan tərəfindən bilinirdi. Amma yenə də bilinirdi də. Amma burada nə deyir mənə? Deyir, ümumiyyətlə bilmirdilər. Ona görə bu da false gedir. Bir də ki, bu yanacaqdan, belə deyək də, müxtəlif növ məhsullar hazırlanır neftdən. Bəli, bu da true götürmək olar. 12. Demək, yazıb təxminən, approximately 50% dünya enerjisi. Baxın, o 50% olan hissə buradadır. Yazıb petrol, deməli, təxminən, nearly. Half nə deməkdir? 50-də yarıdır, elə deyil. Dünyada istifadə olan enerjinin təxminən yarısını təmin edir. Elə deyil, enerjinin neft yarısını təmin edir. Ona görə də petrol vaxtı təmin edir. O baxımdan mən nəyə götürə bilərəm? C variantını. Onluğu belə eləmək olar. 13. Deyir ki, mətndə hansı sualın cavabı var? Məsələn, uşaqlar, A-da yazıb ki, bu kerosin lampasını, avtomobili kim ixtira elədi? Bu yoxdur, verilməyib. Sonra B də yoxdur ümumiyyətlə. Hansı ölkə ilk dəfə petrol istehsal elədi? Bu da yoxdur. Sonra hansı ölkələr, uşaqlar, burada yenə də which countries krud nefti ilə məşhurdur, yəni xam nefti ilə məşhurdur. Xam deməkdir bu. Bu da yoxdur, uşaqlar. Onu da verməyiblər. Və yenə də, uşaqlar, bura diqqətli olsaq, Y-də də cavab yoxdur. Yenə yazıb hansı ölkələr öz solid nefti ilə deməli məşhurdur. Bunun da cavabı təbii ki, deməli, mətndə bizə verilməyib. O formada, yəni qatı neftlə məşhurdur. Ona görə Y-də çıxır, amma D-ni götürmək olar ki, yəni fuels yanacaqlar, neft, yəni petrol ümumiyyətlə, yəni petroldan olan yanacaqlarda belə deyək, insanlığa necə kömək eləyir? Mankind kömək eləməkdir. O da ki, mətndə ümumiyyətlə o məna, yəni ki, verilib, qeyd olunub. Sonra uşaqlar gəldi 14-cü testdə. Bu da təbii ki, ənənəvi test tapşırıqlarımızdan biridir. Bizdən bu verilmiş sözün nəyini istəyir? Mənasını istəyir. İndi diqqətli oluruq harda? Ümumiyyətlə, uşaqlar, grease sözünün mənası belə götürək. Yağdır, belə bildiyim. Amma bu yağ, uşaqlar, biraz fərqlənir nə mənada? Məsələn, yağlamaq üçün, bilmirəm, bəziləriniz görmüsünüz ya, yox. Bu qapını yağlayırıq, ya hansısa bir maşını yağlayırıq, eləyirik. Ora vurulan yağdan istifadə olunur. İstəyirsiniz, mən onun şəklini sizə göstərim, tam anlayasınız. Deməli, baxın dostlar, zəhmət olmasa, bax, yağ, bu söhbət bu yağdan gedir. Görə bilirsiniz? Görürsünüz, bax belə. Yəni ki, ən azından sizə də bir, deməli,
Bilinsin ki, söhbət hansı yağdan gedir. İndi gəlin testə qayıdaq. Artıq tam bildiyimizə görə, yəni belə deyək də, öyrəndiyimizə görə burada mən götürə bilərəm C variantını ki, belə deyək, qatı bir yağdır, maddədir, hansı ki, makinələrin, yəni belə deyək, maşınların, ya da hansı texnikaların ki, işləməsi üçün istifadə edilir. Ona görə C-ni götürmək olar. 15-də nə deyir bizə? Deyir ki, petrol haqqında doğru olanları seçin. İndi baxıram burada uşaqlar. Biri götürə bilərəmmi? Götürə bilərəm. Nəyə görə? Demək olar ki, dünya enerjisinin yarısı oradan gəlir. Bayaq gördük onu. Biri götürdüm. Bütün dünyanın, belə deyək də, enerjini, yəni bütün enerjini o təmin edir. Bunu deyə bilmərəm. Yarısıydı. Bu belə getdi. Sonra uşaqlar, buradan 4-də səhv çıxa bilərik. Çünki burada bu səhv düşüb only olmalıdır. Yazıb yalnız biraz ölkələrdə istifadə olunur. Amma demək olar ki, bütün ölkələrdə istifadə olunur. 3-də deyir ki, bütün ölkələr neftlə zəngin deyil. Bəli, hamı, bütün ölkə neftlə zəngin deyil. Bir üçü götürmək olar. Keçid eləyək 16-ya. 16 bizdən şey istəyir, dialoq qurmaqdır. Uşaqlar, əksinə baxsaq elə 6 ilə başlayır deyə 3 variant. Görə 6 ilə başlamaq olarmı? Olar. 6 ilə başlaya bilərik əslində. Bu A-la Y-ni atıram. Bax, deyir ki, bir gün məktəblərin yoxlayanı, yəni məktəbləri yoxlayan şəxs ingilis dərsinə gəlir, yəni baş çəkir. 6, sonra görürsünüz, 2 dənə 3 ilə gəlib. İndi mən 3-ə baxıram ki, görüm götürə bilərəmmi? Əslində 3 ola bilər. Deyir, tələbələrdən bəziləri sözləri tələffüz etməkdə çətinlik çəkirdilər. Çünki biri götürə bilmərəm, gərək bir deyim ki, çətinlik çəkirdi, sonra deyim ki, xatırlaya bilmirdilər də, birinci hansı gəlir, ya gəlmir. Ona görə bu da gedir. 6, 3, 1 gələcək zaten. Məsələ haradadır? 4 yoxsa 4, 2 yoxsa 2, 4. Hər halda uşaqlar, bunlar çətinlik çəkirlər. İnspektor da qayıdıb deyər ki, qulaq asın, mən sizə özümün həmişə deməli istifadə etdiyim qaydanı deyəcəm. Onda 4-ü gərək götürək birinci. O baxımdan onda D də gedir, qalır doğru cavabımız B variantı. 17. Deyir ki, doğru məntiqi cavabı verin. Yazıb ki, mənim kimyadan ilk test nəticəm pis idi. Was bad. Pisdirsə, buna mən nə deyərəm uşaqlar? Deməli, görək hansını götürmək olar buradan. Burada B variantında problem var. Don't have to olmalıdır. Əslində, bura yenə səhv düşüb. Therefore, you don't have to. Çox oxumamalısan. Bu əlaqəsizdir. Sonra A-da yazıb ki, bu ona görədir ki, sən kimya testlərində çoxlu təcrübə praktika edirdin. Praktika edirəmsə, niyə pis nəticə göstərim? C-də təbrik eləyir. Pis nəticəyə görə təbrik eləmək olmaz. Düz gəlmədi. Y-də deyir ki, mən fikirləşirəm, sən digərlərindən öndəsən. Bu da əlaqəsizdir. Bu pis nəticə göstərir. Qalır D variantı ki, get kimya müəlliminə yaxınlaş və məsləhət al və deməli, kömək üçün, məsləhət üçün kimya müəlliminə yaxınlaş. Gəldik 18-ə. Uşaqlar, 18-də deməli, birincisi cümlə inkardır. İnkara ikinci inkar yaza bilmərəm. No more getdi, neither getdi və also-dur, to-dur. Bu da inkar cümlədə olmaz. Ona görə doğru cavabımız qalır Y variantı. Bilirəm ki, either bir ədat kimi inkar cümlənin sonunda gəlir. Yəni, to-nun sinonimidir. Sadəcə to təsdiq cümlənin sonunda gəlir. Either da inkar cümlənin sonunda gəlir. 19. Uşaqlar, altından xət çəkilən hissəyə sual verməmizi istəyir. Birincisi, mən nəyin altından xət çəkmişəm? A lot of people, çoxlu insanlar. Ondan sonra birbaşa nə gəlir? Xəbər. Deməli, mən cümləmin mübtədasının altından xət çəkmişəm. Bu mübtədadır. Çox tələbə burada a lot of-a sual verib, how many götürmək istəyir. Amma uşaqlar, burada belə olsaydı əgər, baxın, a lot of people went, məsələn. A lot of-un altı təkcə xətlənsəydi, deyərdim ki, burada mübtəda qalıb yerində, altı xətlənməyib. Sən onun miqdarına sual ver, how many ilə götür. Amma burada görürsünüz ki, ikisi də bir yerdə gedib. Demək, sən mübtədaya sual verirsən. How many versiyalar buradan gedir.
Vot da atıram, çünki mübtədaya mən kim deyə sual verərəm, who. Qalıram C ilə D arasında. İndi bir məsələ var. Biz demişdik ki, təsdiqdə köməkçi feillə əsas feil nə eləməz? Yanaşı gəlməz. Yəni, baxın, did köməkçidir, bu da əsasdır, toplamaq, elə deyil. Ona görə D-ni də atıram buradan, qalır doğru cavabım C. Biz də bilirik ki, mübtədaya və mübtədanın təyininə sual verəndə heç bir sual, belə deyək, strukturun olmasına ehtiyac yoxdur. Birbaşa xəbər nədirsə, o dərhal gələ bilir. 20 qısa cavablarla bağlıdır. 20-də uşaqlar, birincisi görürəm, cümləm nədir mənim? İnkar. İnkara fikir verin. Görürsən, inkar bəzən burada olur, bəzən axırda qoyurlar, bəzən ortada qoyurlar ki, tələbənin gözü yayınsın. Və bu cümlə inkardır. İnkara biz dedik ki, məsələn, sonun qaydası necədir? Sonla təsdiqə cavab verirəm. A getdi. Sonla təsdiqə cavab verirəm. Y variantı getdi. Ümumiyyətlə, uşaqlar, inkarda to və also ola bilməz. Yəni, inkar cümlədə to ilə also olmaz. Görürəm ki, burada neither, inkarlıq bildirir, also da yazıblar, bu da səhvdir. Bu da belə gedir. Qaldım B ilə C. Əslində, quruluş baxımdan neither, sonra köməkçi feil, mübtəda, quruluş düzdür. Neither-la da inkar cümləyə sual vermək olar. Amma söhbət burada nədən gedir? Insects, yəni həşəratlar cəmlənib deyə was yox, nə yazmaq lazımdır? Were verməliydim burada. Bir də gedir, qalır doğru cavabım C variantı. Belə dostlar, sağ olun, salamat qalın. Daha bir sınağın sonuna gəldik. Hər birinizə uğurlar arzulayıram. Nəsə sualınız, sözünüz olanda verin, yaxşı oxuyun, sözləri öyrənin. İnşallah hər şey qaydasında olacaq.